Vüqar Paşayev Vüqar Biləcəri kimi tanınan 1988-ci ildə Bakıda anadan olub. O, meyxanaçı və şair kimi məşhurlaşıb, dini qəzəlləri və əruz vəznini gözəl bilməsi ilə seçilib. 2004-cü ildə də Gəlsin verilişi ilə tanınıb və sonradan dostları tərəfindən kitabları nəşr olunub. Doğum tarixi və yeri 24 avqust 1988 Bakı. Şəxsiyyəti: atası yük maşını sürücüsü olub. Uşaqlıqda güləşlə məşğul olduğu üçün yaşını 1 yaş kiçiltmişdi. Yaradıcılığı: meyxanaçı kimi tanınıb. Dini qəzəlləri və şeirləri ilə seçilib. Əruz vəznini mükəmməl bilirdi. Gəlsin verilişi ilə populyarlaşıb. Sağlığında şeirlər yazsa da, kitabları ölümündən sonra dostları tərəfindən çap edilib. Məşhurluğu: qısa müddətdə insanların sevgisini qazanıb. Sosial şəbəkələr və efirlər vasitəsilə tanınıb.